Növbəti mövzumuz hərfi qabiliyyətlər məzmun xətti üzrə qiymətləndirmə normativləridir. Biz bilirik ki, 3 qiymətləndirmə var fiziki tərbiyədə: diaqnostik qiymətləndirmə, kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə, bir də formativ qiymətləndirmə. Diaqnostik qiymətləndirməni biz 3 istiqamət üzrə keçirdə bilərik: fiziki, inkişaf və funksional və hər bir hərfi qabiliyyət üzrə bir normativ biz götürürük. Fiziki inkişafa daxildir boy, çəki indeksi. Funksional göstəriciləri daxildir: nəbz uğultusu, ağciyərin həyat ritmi. Və hər bir hərfi qabiliyyət üzrə də bir normativ biz qəbul edirik. Sürətdə 30 metr qaçışdır. Sürət gücdə yerinə uzanan tullanmadır. Əyiləcənlik qabiliyyətində oturmuş vəziyyətdə irəli əyilmədir. Qüvvədə oğlanlarda hündür turnikdən sallanmış vəziyyətdən dartınmadır. Qızlarda alçaq sallanmış vəziyyətdə dartınmadır. Alçaq sallanmış turnikdə. Çeviklikdə 3/10 məkik qaçışdır. Dözümlükdə 6 dəqiqəlik qaçışdır. Kiçik summativ qiymətləndirmədə birinci yarımildə sürət qabiliyyətində 5-ci sinifdə 30 metr qaçışdır. 6-cı, 9-cu sinifdə 60 metr qaçışdır. 10-11-ci sinifdə 100 metr qaçışdır. Sürət güc qabiliyyətində 5-ci, 9-cu sinifdə qaçaraq uzanan tullanmadır. Hündürlüyə tullanmadır və 150 qram tenis topun atılmasıdır. Amma 10-11-ci sinifdə qaçaraq uzanan tullanmadır, hündürlüyə tullanma və qumbara atılmasıdır. Əyiləcənlik qabiliyyətində oturmuş vəziyyətdə irəli əyilmədir, duruş vəziyyətdə irəli əyilmədir, körpü vəziyyəti və gimnastik ağacın arxaya aparılmasıdır, gimnastik ağacının. Bu birinci yarımilin normativləridir. Summativ qiymətləndirmədə. Keçək ikinci yarımilin normativlərinə. Qüvvə qabiliyyətində oğlanlarda hündür turnikdən sallanmış vəziyyətdə dartınma, qızlarda alçaq turnikdə sallanmış vəziyyətdən dartınma. Oğlanlarda əllər dayaqda, qolların büküb açılması, qızlarda əllər skamyada, qolların büküb açılmasıdır. Kəndirə dırmanmadır. Əllər dayaqda bir ayaq üzrə oturub qalxmaqdır. Gövdənin büküb açılmasıdır. Ən çox normativ qüvvə qabiliyyəti üzrə keçirilir. Çeviklik qabiliyyətində basketbol topunun səbətə atılmasıdır. Futbol topunun və həndbol topunun qapıya vurulmasıdır. Voleybol topunun ötürülməsidir. Dözümlük qabiliyyətində 5-ci sinifdə 1000 metr cross qaçışıdır. 6-cı və 9-cu sinifdə 1500 metr qaçışdır. 10-11-ci sinifdə 2000 metr cross qaçışıdır. Böyük summativ qiymətləndirməyə indi keçək. Böyük summativ qiymətləndirmə 9-cu və 11-ci sinifdə keçirilir. Sürət qabiliyyətində 30 metr qaçışdır. Sürət güc qabiliyyətində yerinə uzanan tullanmadır. Əyiləcənlik qabiliyyətində oturmuş vəziyyətdə irəli əyilmədir. Qüvvə qabiliyyətində oğlanlarda hündür turnikdə sallanmış vəziyyətdə dartınmadır, qızlarda alçaq turnikdə sallanmış vəziyyətdən dartınmadır. Çeviklikdə 3/10 məkik qaçışdır. Və bunu yadda saxlayın ki, çeviklik daxil olmaqla diaqnostik qiymətləndirmə və böyük summativ qiymətləndirmənin normativləri eynidir. Amma istisna hal kimi dözümlük qabiliyyətində üst-üstə düşmür. Diaqnostik ilə böyük summativ qiymətləndirmənin normativləri. 9-cu sinifdə böyük summativ qiymətləndirmədə 1500 metr cross qaçışıdır. 11-ci sinifdə 2000 metr cross qaçışıdır.